Bismillah. Budur, bürclərin 1 fevral üçün pul proqnozu. Qısa və konkret. Qoç, pul gəlir, amma xərclər də arta bilər. Bugün qəfil alışdan uzaq dur. Buğa, ən şanslı günlərdən biri. Gözlənilməz gəlir, bonus və ya borcun qaytarılması mümkündür. Əkizlər, pul söhbəti, razılaşma və ya müqavilə uğurla nəticələnə bilər. Danışıqla qazanırsan. Xərçəng, pul gecikir, amma itmir. Axşam saatlarında rahatladan xəbər var. Şir, pul enerjin açıqdır. Yeni imkan, təklif və ya əlavə gəlir görünür. Qız, xırda, amma davamlı gəlir. Bugün pula qənaət daha ağıllı seçimdir. Tərəzi, pul gələ bilər, amma dərhal çıxma riski var. Büdcəni nəzarətdə saxla. Əqrəb, keçmiş pul məsələsi həll olunur. Gözlədiyin məbləğ az olsa da sevindirəcək. Oğlaq, ox atan, riskli pul işi üçün uyğun deyil, amma planlama üçün çox yaxşı gündür. Oğlaq, işdən gələn pul artır, rəhbərlik və ya dövlət işi ilə bağlı gəlir mümkündür. Dolça, qəfil pul girişi və ya sürpriz qazanc. Şans oyunları üçün orta səviyyədə şans var. Balıqlar, pul intuisiya ilə gəlir, bir məsləhət sənə qazanc gətirəcək.